Arazlada xoşbəxt idi insanlar. Halal zəhmət isti ocaq gülərdi, evlər, diyarlar. Bir maaşla dolanardı neçə ailə. Bərəkət vardı süfrədə, sevinç dolardı ürəyə. Qonşu qonşuya dayalı idi, qapılar açıq qalardı. Bir tikə çörək bölünər, heç kəs at yatmazdı. Pul az olsa da könüllər zəngini o vaxtlar. Sevgi, hörmət, mərhəmətlə keçirdi gözəl çağlar. İndi zəmanə dəyişib, bahalaşıb hər şey. Qazancı artır deyirlər, amma çatmır heç nəyə. Səhərdən axşama qədər işləyir yorğun insan. Ay sonunda yenə düşünür necə olacaq sabah. Kirayə, bazar, geyim, dərma hamısı yük olub. Əlinə gələn maaş göz açınca yox olub. Çörək qazanmaq əvvəlkindən daha çətin görünür. Hər kəs dolanışığın dərdini ürəyində gəzdirir. Yenə də ümid yaşayır, zəhmətdən dönmərik biz. Halal ruzi yolunda daim irəli gedərik biz. Keçmişin bərəkətini, bugünün səbrini daşıyaq. Allahın verdiyi ümidlə sabaha inamla baxaq.